Salam dostlar, kanalımıza hoş geldiniz. Bugün biz sizden Toyota Prius'un arxa buferinin sökülməsini göstermek istəyirəm sizə. Dedim kimsə yararlana bilər, kiməsə lazım olar birdən. Burada bizdə bir bolt var. Budur, sonra aşağısını buradan çəkəcəyik, çıxacaq. Şpilkadır orası. Sonra bir bolt buradadır. Şuruplandı o. Biri burada, bu tərəfdən də həmçinin. Bir də altda burada şpilkalar var. Onları da indi göstərəcəm sizə. Deməli belə dostlar. Bizdə burada Prius'da cəmi 2 dənə, bir burada, bir də burada şpilka tapdıq. Başqa heç arada heç nə yoxdur. Deməli indi onları da çıxardırıq. Sonra buferimizi çıxardanda da göstərəcəm sizə. Deməli belə dostlar, bunları açırıq. 2 dənə burada, bir burada, bir burada. Bunları açıb keçirik. Şuranın ətəyindəkiləri açmağa. Deməli belə dostlar, o tərəfi açdıq. İndi bu tərəfi də o üstü boltdur, içi atırıq. Boltları açandan sonra şuruplar buradan çəkirik. Bu fırqara özü rahatçılıqla çıxıb düşür yerə. Çəkəndən sonra bu fırı qoya bilirik yerə. Burada plank olmalıdır belə. Baxın oradan boltlarla bağlanmış plank olmalıdır. 1, 2 belə. Bir də altdakı bolt yeri. Bir də orada. 1, 2, 3 dənə. Buradan planka getməlidir ki, udara qarşı olan plank olmalıdır. Bunda niyəsə yoxdur. Bizdə sadəcə olaraq bunu çıxardıb üstünün bu göstərmişdim sizə bu şişləri içərdən şeylə fenlə qızdırıb yatırtmaq və burada partlaq var. Onu yapıştırmaq lazımdır sadəcə olaraq. Bir də ki, burada bax bir dənə belə əyri yer gördüm. Batıb bu içəri. Bu şpilkaya bura oturmalıdır. Bu bundan düz gəlmir. Baxın buradan bu düz gəlmir. Şimdi bunu çəkib çıxartmaq lazımdır. Bunu çıxardaq. Bir dəqiqə bizim əks çəkicimiz var idi. Orada sağdalıqda bəli tapdım. Bizim bu əks çəkiclə biz onu çıxardacağıq inşallah. İndi göstərəcəm onu da sizə. Deməli dostlar, belə bir bolt götürürük, bırak götürdürük. İçəridən yenə qayka, üstündən bir dənə də şayba, üstündən bir dənə də balata şayba. Üstündən bir dənə də qayka bağlayırıq. Deməli bunu belə bağlayıb dostlar, əks çəkicimizi bırak keçirdirik və başlayırıq vurmağa. Biraz bərkidək. Keçiririk. Bundan kadar çəkib, sonra buranı düzəldib baxırıq bəli. Baxın siz də görə bilərsiniz ki, buradan belə düz gəlir. Deşiyi ilə düz gəlir. Yəni ki, bura biz probka keçirdə biləcəyik altdan. Bizə də lazım idi ki, 1-2 dənə də elə vuraq. Gəlsin yerinə. Ondan sonra düzəlsin. Belə dostlar, bunu da buradan açıb çıxardırıq. Biz istədiyimiz kimi siz gördünüz. Bizim əks çəkici nəyə yarayır? Bunu qaytardıq yerinə. Bu maşın arxadan bayaq dediyim kimi vurulub. Vurulanda da burasında zaşitnik olmadığına görə baxın burası şişib, çıxıb burası batıb çıxardıblar.